Bismillahirrahmanirrahim. İmam Nəvəvinin 40 hədis kitabından 38-ci hədis. Abu Hüreyrə rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatü və salamı olsun demişdir. Allah buyurur, kim mənim dostumla düşmənçilik edərsə, mən ona hərb elan edərəm. Qulumun mənə sevimli olan və onun vasitəsilə mənə yaxınlaşdığı ən gözəl əməl, ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətlərini yerinə yetirməklə mənə o qədər yaxınlaşar ki, mən onu sevərəm. Onu sevdiyim təqdirdə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm. Sığınacaq istəsə, ona sığınacaq verərəm. Mən görəcəyim bir işdə ölmək istəməyən möminin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm. Çünki mən ona yamanlıq etmək istəmirəm. Buxari 6021-6502-ci hədis.